Və bundan sonra gəlir sələflərin əməl baxımından nümunələri. Və onlar bu bəladan özləri üçün qorxardılar. Cəə Umar ibn Sa'd ibn Əbi Vaqqas radiyallahu ta'ala anhu an cəmi əshabin nəbi sallallahu aleyhi ve sellem cəə ilə əbihi və hu fil bidayəti fil badiyyəti fi ibli fələmmə rəahu Sa'd bə'ir qalə əudu billah min şərri hədə rakib. Deyir ki, Umar ibn Sa'd ibn Əbi Vaqqas, Allah ondan və bütün sahabələrdən razı qalsın, atasının yanına gəlib, atası da çöldə, səhrada, dəvələrinin yanında idi və onu uzaqdan gördüyü zaman deyir ki, bu gələn miniklinin, minikdə olanın şərrindən Allaha sığınıram. Fənəzələ fəqalə Umar, yəqul əbihi Sa'd, ənəzəlt fi ibilik və qanəmi və tərəqdən nəs yətənəzəunəl mulk beynəhum. Və gəlib ona deyir ki, atasına, sən gəlmişsən burada çöldə, səhrada, dəvələri yanındasan, qoyunları yanındasan. Bəli, insanlar buraxmışsan orada, insanlar deyir, öz aralarında mülk bölüşdürürlər. Fadaraba Sa'dun fi sadri və Sa'd deyir, sinəsinə vurur və deyir ki, uskut, deyir, sus. Səmi'tu Rasulullah sallallahu aleyhi və səlləmə yəqul. Deyir, mən deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişəm. İnnəllaha yuhibbul abdət təqiyyəl qəniyyəl xafiyy. Allah Teala təqvalı, bir kimsəyə möhtac olmayan gizli qulunu sevər. Yəni, ona deyir ki, cəmaat oradan mülk bölüşdür, sən burada çəkilmişsən də təkliyə. Və deyirsən, sus, deyir, mən Peyğəmbər sallallahu belə dediyini eşitmişəm. Allah Teala hansı bəndəsi sevir? Təqvalı, əl-ğani, yəni zəngin mənasında keçir və burada nəzərdə tutulan nədir? Yəni, kiməsə ehtiyacını bildirməyən. Və bir də üçüncü, gizli, tanınmayan qulunu sevir. Və hədə Fudayl ibn İyad rahimehullah yəqul, vədidtu ənəhu tara fin-nas, ənni mittu hatta la uzkar, inni əsma'u sawt ashabil hadith fəyəxudun el-bəv faraqan minhum. Fudayl ibn İyad rahimehullah deyir ki, yəni mən istəyirəm ki, yəni insanlar arasında yayılsın ki, mən ölmüşəm. Yəni xatırlanmamağım üçün. Xatırlanmamağım üçün. Və kənə yəqul, limə tukrihunəni alə əmrin tə'aləmunə ənni ləhu kərih. Yəni ət-təhdid. لو كنت عبدا لكم أنا النوال أن تبيعوني لو أعلم أني إذا دفعت الرداء هذا إليكم ذهبتم عني لفعلت. Yəni, nə üçündür məni xoşlamadığım bir işə məcbur edirsiniz. Yəni, təhdis, yəni hədis danışmaqdır. Hədis danışılanda da artıq məşhur olur və o tərəfdən də qorxardır. وقال ابن محيرز لبعض أصحاب إني أحدثكم يعني بالحديث فلا تقول حدث ابن محيرز إني أخشى أن يسرعني ذلك القول مصرعا يسوءني. Mən də sizə hədis danışıram, amma siz deməyin ki, İbn Muhayriz bizə belə danışdı. Mən qorxuram ki, bu söz deyil, məni yerə çırpsın, yəni məni məhv etsin, sonra məni pis hala salsın. وَبَكَى رَبِيعَ شَيْخُ الْإِمَامِ مَالِكَ يَوْمًا. Və bir gün deyir, İmam Malikin şeyxi Rabia ağlayır. Ona deyilir ki, mə yubkik, səni ağladan nədir? Qalə riyəun hadir və şəhvətun xafiyyə. Məni ağladan hal-hazırda olan riyakarlıq və bir də gizli şəhvətdir. Yəqul ən-nəsu beynə yədi uləməhi kəsiryan ində ümməhətihim əv kəmə qal rahiməhullah. Və deyir ki, insanlar və alimlərin qarşısında uşaqlar anaların yanında olduğu kimidir. Və hədə İbn Sirin rahimehullah yəqul li Thabitil Bunani ləm yəkun yemna'uni min mucələsi illə məxafətü şuhrə. İbn Sirin rahimehullah Sabit el-Bunaniyə deyir ki, mənə də mane olan, yəni sizinlə oturub durması məclisinizdə iştirak etməyə mane olan şöhrət qorxusudur, tanınmaq, məşhur olmaq qorxusudur. Əyyub-ı Sıxtiyə rahimehullah əl-cəmi yəqul, zukirtu və lə uhibbu ən udkar. Deyir ki, mən deyir, zikr olundum, yəni xatırlandım, amma deyir, bunu sevmirdim.
Ali ibn Bəttar deyir ki, lən əlqa şeytan əhəbbu iley min əlqa Hüzeyfə əl-Mər'aşi. Əxaf ən atasanna ləh fə əsqut min əynilləh. Deyir ki, mənim şeytanla qarşılaşmağım Hüzeyfə əl-Mər'aşi ilə qarşılaşmağımdan mənə daha sevimlidir. Mənim şeytanla görüşməyim, filan kəslə, o hədis alimdir, onunla görüşməyimdən mənə daha sevimli. Niyə? Çünki qorxuram ki, onunla görüşdüyüm zaman, yəni onun üçün nəsə edim, yəni riyakarlıq baxımından və bununla da Allahın gözündən düşərəm, deyir. Və yəqul Mutarif ibn Abdullah ibn Şiqil ləən əbid nəimən və usbihə nədimən əhəbbu iley min ənəbidə qaimən və usbihə mu'cəbə. Deyir, mənim deyir, gecəni yataraq, yəni bu Abdullah ibn Şiqil deyir, Mutarif ibn Abdullah ibn Şiqil, deyir, mən gecəni yataraq keçirməyim, sabahladığım zaman peşman olmağım, yəni bütöv gecəni yatdığıma görə peşman olmağım mənə daha sevimlidir. Gecəni qiyamda keçirib, bütün gecəni namazda, qiyamda keçirib, sabahladığım zaman özümdən razı olmağımdan. Əgər özümdən razı olaramsa, yəni bu insanın əməlini də həlak edir. Gecəni yataraq keçirməyi mənim üçün daha sevimlidir. Gecəni ibadətdə keçirib sonra ucbun hasıl olmasından. Zəhəbi rahimullah deyir ki, Lə əflə, vallahi mən zəkkə nəfsəhu əv əcəbəthu. Vallahi deyir, öz nəfsini təmizə çıxaran insan və yaxud da öz nəfsi ilə qürrələnən insan, xoşal olan insan deyir, nicat tapmamışdır, xoşbaxt olmamışdır. İmam Hafiz Abdülğani Əl-Məqdisi ondan soruşulanda deyir ki, Limə lə təqrəu min qeyri kitab? لأنه حافظ يستطيع أن يملي على الناس من غير كتاب ولا ورق. Ona deyiləndə ki, nə üçün deyir, sən kitabsız danışmırsan. Çünki o insan deyir, hafiz idi. Hədisləri əzbərdən bilirdi. Nə üçün deyirsən, həmişə danışanda kitabdan danışırsan, əzbərdən danışmırsan. Deyir ki, əxaful ucbə, ucbdən qorxuram deyir. Ləəllə yuqal hafiz, yəni hafiz deyilməsin deyə. Və dəxəl ammul İmam Əhməd rahimehullah aleyh və qalə yəbnə əxi, eş hədəl qam və eş hədəl hüzün. İmam Əhməd rahimehullah əmisi onun yanına gəlir və deyir ki, ey qardaşım oğlu, yəni bu hüzün, bu kədər nədir? Və başını qaldır və deyir ki, ya am, tubə limən əxməlallahu zikra. Deyir, xoş halına o insanın ki, Allah Teala yəni onun zikrini, yəni onun xatırlanmasını gizlədib. Yəni onu məşhur etməyib, yəni ümumi mənası. Xoş halına o insanın ki, Allah Teala onu məşhur etməyib. İbn Muhayriz deyir ki, Allahümme in əsəlükə zikran xamilə. Yəni o duasında belə deyərdi ki, Allah mən səndən yəni məşhur olmamağı yəni istəyirəm. Və zəkərə Zəhəbi rahimehullah fi tərcümət Hafiz Abdurrahman ibn Muhammed ibn Mehran ənəhu kan yuxfi nəfsəhu və yectəhidu əllə yuzhira şey la yuzhir li hadith və la li qeyrihi. Deməli Abdurrahman ibn Muhammed ibn Mehran Zəhəbi rahimehullah onun tərcümə halında gətirir ki, o özünü gizlədərdi və çalışardı ki, heç bir şey izhar eləməsin, nə hədis, nə də başqa şeyləri. Və zükürə lil-İmam Əhməd ənə rəculən yuridu liqa'ah. İmam Əhmədə deyilir ki, bir insan səninlə görüşmək istəyir. Fəqal əleysə qad kərihə ba'duhum əl-liqa yətəzəyyənu li və ətəzəyyən ləhu ləqad istərahtu mə cəəni əl-fəraj illə mundu hələftə əllə uhadditə və leytənə nutrak ət-tariqu mə kənə aleyhi bişrim l-hali. Yəni deyir ki, məgər deyir, yəni bilmirmi ki, yəni bunu xoşlamır. Yəni artıq deyir, mən çoxdan yəni bu baxımdan deyir, istirahət eləmişəm, rahatlıq tapmışam ki, danışmamağıma görə kaş ki deyir, biz tərk olunardıq. Yəni kimsə bizlə görüşməyi istəməsidir və yaxud da tanınmaq baxımından tərk olunardıq. Yaqul marvad fəqul ləv innə fulan qal limə yəzhədu Əbu Abdillah fi dərahim vəhdəhə zəhidə finnəs
فقال ومن أنا حتى أزهد في الناس الناس يريدون أن يزهدوا فيه. والتقى سفيان الثوري مع الفضيل بن عياض رحمه الله فتذاكر فبكي فقال سفيان الثوري إني لأرجو أن يكون مجلس هذا أعظم مجلس جلسناه بركة. فماذا قال فضيل بن عياض؟ Süfyan Sövri Fudayl ibn İyadla görüşür. Və onlar yəni bildiklərini xatırlayırlar və ikisi də ağlayır. Süfyan Sövri rahimehullah deyir ki, mən ümid edirəm ki, bu məclisimiz oturduğumuz məclislər içərisində ən bərəkətli olsun. Ən bərəkətli məclis olmasını ümid edirəm. Amma Fudayl ibn İyad rahimehullah nə deyir? Qalə tərcu deyirsən, bunu ümid edirsən. Lakinni əxafu ən yəkuna a'zam məclis cələsnəhu aleynə şü'mən. Amma mən isə qorxuram ki, yəni bu oturduğumuz bu məclis, yəni məclislər içərisində bizə ən böyük bədbəxtçilik gətirən olsun. Əleysə nazart ilə əhsəni mə indək fətəzəyyəntə bihi li və təzəyyəntu ləkə bihi fəabədtəni və abədtuk. Deyir, məgər sən görmədinmi, deyir. Yəni, özündə fikirləşmədinmi ki, sən danışdığın zaman özündə olan ən gözəli üzə çıxardaraq mənim üçün bəzəndin, mən də özümdə olanı çıxardaraq sənin üçün bəzəndim. Deyir, sən mənə ibadət etdin, mən də sənə ibadət etdim. Kəlimə qasiyə, lakin yəntəbi bəl insan ən yəkun Allah təbarək və teala huvə məqsud. Həqiqətən bu çox sərt kəlimədir. Amma burada da bir fayda vardır ki, gərəkdir insanın bütün işlərdə məqsədi Allah olsun. İzə cələsdə mə'ən nəs, utlub mə indallahi əzzə və cələ. İnsanlarla oturduğun zaman Allah qatında olanı istə. Yəni qəsdin, fikrin, niyyətin Allah qatında olan olsun. Fəbəkə Süfyan həttə alə nəhibə. Nəhibu, thumma qalə əhiyyətəni əhiyyəkallah. Və bundan sonra Süfyan Sövri rahimehullah deyə ağlayır. Fudaylin sözündən sonra hətta səsi yuxarı qalxır və sonra deyir ki, sən mənə həyat verdin, deyir. Allah da sənə həyat verir, səni yaşatsın. Və hədə Muhammed ibn Yusuf əl-Əsbahani kənə لا يشتري خبزه من خباز واحد. إمام كبير يقول لعلهم يعرفون ولكن إذا جئته لأول وهلة لا يعرف. Muhammed ibn Yusuf Əsbahani deyir ki, o çörəyi həmişə bir adamdan almazdı. Çörəyi həmişə bir adamdan almazdı. Niyə? Çünki böyük imam idi. Ola bilsin, hər dəfə onlardan alarsa, onlar onu tanıyar. Və elə bil ki, aldığı zaman aldığını dini ilə almış olar. Hörmət etdiklərinə görə aldığını dini ilə almış olar və ona görə bir dəfə aldığı zaman tanımırlar. Tuhib ənək idə citə fi eyyi məkən fi müəssə fi məktə fi matar ənə nəzi ətuna iləyik və yuqaddimunə və yəftəhun ləkə turuq tuhibbu hədə mə kən yuhibbunə hədə. Sən də istəyirsənmi ki, hər hansı bir müəssəyə getdiyin zaman aeroportdu və insanların içərisinə, insanların sənə tərəf gəlməsini istəyirsənmi və insanların sənə təqdim etməsini, irəli verməsini və sənin üçün yol açmasını sevirsənmi? Məkən yuhibbunə hədə. Onlar bunu istəməzdilər, sevməzdilər. Əl-xabbəz. Yətəhərrəz mən yuhəbbihil xabbəz fəyəkunu yəkulu bini. Hətta çörək bişirəndən belə onlar çəkinərdilər ki, əgər ona hörmət edərsə, yəni dini ilə yemiş kimi olurdu. Yaqul Raca ibn Əbi Sələmə Nubbiyutə ənə ibn Müxeyriz dəxələ alə racul min bəzzəzin yeştəri şeyən fəqaləhu racul hadir ətərif hədə. İbn Əbi Sələmə deyir ki, İbn Müxeyriz yəni parça satanın yanına gəlir və ona deyir ki, başqası yanında olan bunu tanıyırsanmı? Bu İbn-i Muhayrizdir. Fəqalə innəmə ci'nə linnəştəriyə bidərahiminə leysə bidininə. Biz gəlmişik ki, öz dirhəmlərimizlə səndən nəsə alaq. Dinimizlə yox.
إذا ذهبت إلى السوق وعرفك البائع وأراد أن يضع لك من السعر لأنك فلان من فلان تفرح بهذا. Sən bazara getdiyin zaman səni satıcı tanıyarsa və sənin üçün qiymətin aşağı salmasını istəyirsənmi, bununla da sevinirsənmi? تفرح أن تستقبل بأحسن المراكب وتسكن في أحسن الفنادق على حسب الأموال تبرعا لا تجمع بشق الأنفس من أجل أن تلقي موعدا للآخر هل تفرح بهذا؟ Və yaxud da ki, məsələn, dərs deməkdən ötürü və sənə olunan bir hörməti sevirsənmi? Qad yahsul hadal insan min geyri talab. Və bəzən də insan bunu istəmədən də insana hasil ola bilər. İnsan bunu həm dillə və həmçinin də əməllə istəmədən hasil ola bilər. Fəyu'zaru və buna görə üzürlü olsun. Lakin ən yatluba hada. O ki, qaldı təhlükəli olan insan bunu tələb etməsi. Əv ən yestəşrifə ləhu və yaxud da başını ona tərəf qaldırması və bununla sevinməsi və bunu başqalarından gözləməsi ki, onu önə keçirsinlər və ona xərcləsinlər. Fə illəm yəfəalu vəcədə fi nəfsi aleyhim. Əgər bunu etməsələr, qəlbində onlara qarşı qəzəb hissinin yaranması. Fədə əmru yunafil ixlas və şək yoxdur ki, bu da ixlasa ziddir. Fə keyfə idə taləbə hədə sarahədən və o ki, qaldı insanın bunu açıq aydın istəməsiniz, belə etməlisiniz, belə eləməlisiniz, bu daha şiddətlidir, daha betərdir. Allah qorusun. Kən Əyyub Sıxtiyan rahimehullah burdun əhmər yəlbəsu idə əhrama və kənə qad cəalə və ittəxədə kəfənən aydan. Yaqul Həmməd ibn Zeyd kuntu əmşi ma'a fəyəxudu fi turuq inni lə a'cəb ləv keyfə yəhtədi ləhə firara minən nəs ən yuqal hədə Əyyub. Əyyub Sıxtiyan rahimehullah onun ehramda geymək üçün qırmızı burd, yəni paltarı var idi. Və həmçinin onu özü üçün kəfən olaraq da hazırlamışdı. Həmməd ibn Zeyd deyir ki, mən onunla birgə yollarda gəzirdim və onun bir müxtəlif yollara girməsinə mən deyir, təəccüblənirdim ki, necə bu insan yolları tapır və bununla insanlardan qaçırdı ki, insanlar deməsinlər ki, bu Əyyubdur. Və yəqul Şu'bə rubbəmə zəhəbtu ma'a Əyyub li hacə fələ yədə'un əmşi ma'ahu və yaxrucu min həhunə və həhunə likey lə yuftana ləhu. Şu'bə deyir ki, mən Əyyubla birgə getdim, məni özü ilə getməsinə icazə vermirdi. Və bəzən buradan çıxır və bəzən buradan ona fikir verilməsin deyə, yəni insanların gözü ona tərəf yönəlməsin və yaxud da barmaqla onu göstərməsinlərdir. Mə yuridu idə marra bi hayavüsü yaqumu nəs vəlkənə yenzə'cü ciddən və bazardan keçdiyi zaman, insanların yanına gəldiyi zaman insanların ona tərəf qalxmasını ilə narahat olurdu. Olduqca. İdə marra bi qam fəəlqəssələm fəraddu aleyhi bi quvvə və insanlar yanına keçdiyi zaman onlara salam verir, onlar salamı uca səslə qaytarırlar. Və istərciu və istircə edər. İnnə lillahi və innə ileyhi raciun deyər. Və yəqul mə fəalu dəlik illə liənnəhum arafuniyə. Onların salamı bu cür səslə verməsi onların məni tanıdıqlarına görə idi. Və o da bunu bir müsibətdən hesab edərdi. İnnə lillahi və innə ileyhi raciun deyərdi. Yəqul Ali ibn Mədin rahimehullah əhdi bi əshabinə ويذكر أن أحفظه هو الإمام أحمد رحمه يقول فلما احتاج أن يحدث لا يكاد يحدث إلا من كتاب لطرد العجب عن نفسه. Ali ibn Mədin deyir ki, yəni sahabələr, yoldaşları, dostları haqqında və onlardan biri də İmam Əhməd idi. İmam Əhməd onların içərisində, tanıdıqları içərisində ən çox hədis əzbər bilən idi. Yəni milyon hədis əzbər bilirdi. Amma hədis danışdığı zaman çox nadir hallarda özündən danışar. Yalnız kitabdan danışardı ki, öcbü özündən qovmaq üçün. Yəni, özündən razılıq hisslərini özündən uzaqlaşdırmaq üçün. Necə ki, Səhnun rahimehullah deyir, Kənə ba'du mən mada yuridu ən yetəkəlləm bil-kəllə və təkəlləm ilə entəfəə bihə xalqun kəthir fəyəhbis və lə yetəkəlləm və xafətəl mübahə. Deyir, elə insanlar var idi ki, onlar bir söz danışsalar, deyir, böyük fayda əldə olunardı. Lakin o sözü saxlayardı. Danışmazdı ki, ona bu cür ücub hasıl olmasın deyə, öz nəfsi ilə öyünməsin deyə.
Və kənə idə əcəbə usam təkəlləm. Əgər susmaq deyir, onun xoşuna gələrdisə, danışardı. La hadda li nəfsi ində if. Yəni, nəfsinin payını saxlamazdı. Yəni, əgər məsələn, öz nəfsi ilə danışdığı zaman, danışıq özünün xoşuna gəldirsə, susardı. Sonra susmağı xoşuna gəldiyi zaman danışardı. Nəfsinə müxalif olar. Ən-nəfs idə kənət müstəşril kələm hədə yədul alə şəhvə tuharrikuhə. Əgər deyir, nəfs danışmağa həvəslidirsə, bu o deməkdir ki, onu hərəkətə gətirən bir şəhvət vardır. İstək vardır. Nəfsi istək vardır. İmam Əhməd rahimehullah deyir, "Uhibbu an akuna bi shi'bin fi Məkkə hatta la u'raf." Deyir, İmam Əhməd rahimehullah deyir ki, mən Məkkənin cığırlar, yəni yollar, o dar yollarından birində olmaq istəyirəm ki, hətta tanınmayım. Qad bulitu bi şuhrati. Deyir, tanınmaqla imtihana çəkildim. İnnəni ətəmənnəl mevtə sabahan və məsəə. Mən səhər axşam deyir, ölüm arzuluyuram. Lakin limədə urifəl İmam Əhməd, bimədə urif. Deyir, lakin deyir, İmam Əhməd rahimehullah nə üçün və nə ilə tanınmışdır? Deyir, o mövqeyi ilə tanınmışdır. Mə tərəkəl əməl və cələsə fi zəviyyə və ağləq aleyhil bəb. Ləv fəalə dək ləm yu'ra və ləm yudkər. Deyir, o əməli tərk eləməmişdir. Küncdə oturmamışdır, qapını bağlayaraq. Əgər belə etsəydi, o tanınmazdı, xatırlanmazdı. Lakin nəsara imamı fi əməlihi əl-cəbbara və ulumihil cəmmə. Deyir, o böyük əməllərinə görə və geniş elminə görə tanınmışdır. Və mə hafizə min hədis Rasulullah s.ə.v və həmçinin əzbərlədiyi hədislərinə görə. Və qudvatun kubra fin nəbi s.ə.v və fi sahabə və hum abaru nəs qulu və adamu ixlasan kənu əimmətə dünya qam bi əmrillə azə və cəallə vəcillək alə əkməli vücuh. Və ən böyük nümunədə Peyğəmbər sallallahu aleyhi və səlləm və sahabələrdir. Lakin onlar əməl baxımından əməlləri də gözəl şəkildə yerinə yetirmişlər və əməlləri tərk etməmişlər. Fəiyyək ən tətruk əməl və tadan nədərkə huvəl ixlas. Amma bununla yanaşı sən əməli də tərk eləməyin düz deyil. Səni əməli tərk eləməyin və deməyin ki, bu yəni ixlasdır və bundan özünü qoru. Məsələn, bəzən bu tərəfdən eşidir və şeytan vəsvəsə verir ki, ona görə o bəladır, müsibətdir, onda əməli tərk elə. İxlasla.com saytı tərəfindən təqdim olundu.